Bizim oğlanlarımız doğrudan da qəhrəman. Alın qarasını üstündən götürüb papaqları dik, başları dik, papaqlar başında qeyrətlə, namusla həqiqətən o qeyrətli qurbanlar qaytardı bizim Azərbaycan xalqı. Mənim müraciətim budur ki, bizim oğlanlarımızın haqqı verilsin. Bu oğlanların ordeni verilsin, bu oğlanların adı verilsin. Bunlar gedib Qarabağda döyüşüblər. Bunlar Qarabağın qəhrəmanlarıdır. Vətənin qəhrəmanlarıdır, Azərbaycanın qəhrəmanlarıdır. Bizim evlatlarına hamısına, şəhidlərin hamısına Vətən müharibə qəhrəmanı adı versinlər. Bizim evlatlarımızın ordenini versinlər. Bir parça dəmiri bizim balalarımıza çox görməsinlər. Bu dəmir bizim balalarımıza heç nə eləmir. Amma vicdan alar üçün o təsəllidir. Bir şəhidə verib, 5 şəhidə vermirlər. Yerdə qalan şəhid balalarımızın haqqını versinlər. Biz o haqqı istəyirik. Bütün analar istəyir. O bizim yaramıza demərəm ki, məlhəmdir. Amma ən azından heç olmayan balalarımızın haqqı verilsə, deyərək ki, hə, doğrudan da bizim balalarımızın haqqı verildi. Devlətdən nə pul istəmirik, nə sərvət istəmirik, heç nə istəmirik. Sadəcə olaraq evlatlarımızın haqqını istəyirik, adını istəyirik, ordenini istəyirik. Bu oğlanlar ona layiqdir. Bu oğlanlar Azərbaycan xalqını hər yerdə tanıdı. Hər yer Azərbaycanı tanıyır. Bu oğlanlar bizə Azərbaycanı, vətənimizi sevdirdi, bayrağımızı sevdirdi. Bu oğlanlar hər şeyin gözəlinə layiqdir. Bunlar tarix yazsın, zəfəri yaşatdı, qələbəni yaşatdı. Başqa nə etməliydilər ki? Bugün Şuşada konsertdir, bugün Kəlbəcərdə konsertdir. Hamı sevə-sevə gedir, ziyarət eləyir. O Şuşanı bu oğlanlar aldı. O aldı, bu Kəlbəcəridir, Laçınıdır. Hamısını bizim oğlanlarımız qaytardı.